Arıqlamaq istəyənlər kollagen haqqında mütləq bu 5 vacib məqamı bilməlidir. Kollagen dərimizin dayaq strukturudur. Biz çəki itirəndə böyümüş bir hüceyrələri yavaş-yavaş kiçilir və kiçildikcə dərimizin sallanmaması üçün bizə kollagen lazımdır. Bədənimiz hər il öz təbii ehtiyatı olan kollagenin bir miqdarını itirir. Xüsusilə çəki itirmə dövründə dərinin elastikliyini bərpa etmək üçün bizə mütləq kollagen lazımdır. Kollagenin ən böyük düşməni şəkərdir. Qidalanma rasionumuzda çox miqdarda rafinə edilmiş şəkərlər və karbohidratlar olduqda bədənimizdə qlikasiya adlı bir proses baş verir. Bu, qlükozanın kollagen molekullarına birləşərək onların elastikliyinin itirilməsinə və sərtləşməsinə gətirib çıxardır. Kollagenin bədən tərəfindən mənimsənilməsi üçün mütləq C vitamini lazımdır. Yəni həmin zülal zəncirinin qurulması üçün hökmən C vitamininə ehtiyac var. Kollagen seçərkən mütləq hidrolizə olunmuş peptid formasından istifadə etməlisiniz. Adi kollagen molekulunun ölçüsü böyük olduğu üçün bədən tərəfindən həzmi çətin olur. Dərinin elastikliyinin effektiv formada bərpası üçün kiçik ölçülü molekullardan istifadə etmək lazımdır. Həmin molekulların sovrulma dərəcəsi olduqca yüksək olur. Əgər video sizə maraqlı olduysa, onu hökmən kiminləsə də bölüşün və bunun kimi videoları qaçırtmamaqdan ötürü səhifəmi izləməyi alın.